Salam dəyərli şagirdlər. Deməli, bugün biz kök və şəkilçinin izahını verəcəyik. Kök nədir, şəkilçi nədir? Uşaqlar, kök sözün ayrılıqda işlənə bilən hissəsidir. Bu nə deməkdir? Yəni, kök sözün hər hansı bir yerində gələ bilər. Yəni, ayrılıqda hər bir yerdə işlənə bilər. Məsələn, qapı sözünə baxın, qapı. Təkcə kökdən ibarətdir. Yəni, hər bir yerdə işlənə bilər. Yəni, ayrılıqda işlənə bilər. Və kök ümumiyyətlə məna verir. Şəkilçi isə heç bir mənası olmur. Sadəcə kökə qoşularaq kökdən asılı vəziyyətə gəlir. Məsələn, qapı sözün köküdür. Qapı sözün köküdür. Məsələn, qapıya hər hansı bir şəkilçi qoşaq. Məsələn, lar şəkilçisi, qrammatik şəkilçi qoşduq. Qapılar oldu. Gördünüz, lar əlavəlikdə bir məna bildirmir. Sadəcə kökə qoşularaq məna bildirir. Və yaxud da şəkilçi. Şəkilçi. Şəkil sözün köküdür. Çi də bir şəkilçidir. Sözün kökü oldu şəkil. Çi isə şəkilçisi oldu onun. Leksik şəkilçi artırdıq. Yəni, kök ayrılıqda işlənə bilir. Şəkilçi isə ancaq kökə qoşularaq məna yarada bilir. Başa düşdünüz? Ancaq kökə qoşularaq. Yəni, şəkilçi, əlavə. Tək halda heç bir mənası olmur. Ancaq kökə qoşularaq müəyyən məna yarada bilir. Şəkilçinin iki növü var. Bir də iki növü var. Birincisi leksik şəkilçisi. Leksik. İkincisi isə qrammatik şəkilçi. Qrammatik şəkilçi. Leksik və qrammatik şəkilçi. Baxaq görək leksik şəkilçi nədir? Uşaqlar, leksik şəkilçi sözün formasını dəyişir. Sözün formasını dəyişir. Məsələn, qapı hər hansı bir əşyadır, düzdür? Hər hansı bir əşyadır. Ç leksik şəkilçi qoşanda qapıçı. Ç leksik şəkilçi qoşdum ona. Leksik şəkilçi qoşdum. Sözün mənasını, formasını dəyişdim. Məsələn, əşyadan insan əmələ gəldi. Görürsünüz, sözün forması dəyişdi. Forması bütövlükdə dəyişdi. Yəni, yeni bir məna əmələ gətirdi. Yeni bir form əmələ gətirdi. Və yaxud da daş. Daş nədir? Bildiyimiz daş. Düzdür? Məsələn, buna şəkilçi artırdım. Daşlıq. Lıq leksik şəkilçi artırdım. Yer mənasında bildirdi. Əşyadan yenə daşa doğru getdik. Yerə doğru getdik. Yer mənasını bildirdi. Qrammatik şəkilçi nədir? Qrammatik şəkilçi sadəcə həmin hər hansı bir əşyanın formasını dəyişir. Yəni, formanı məsələn, kitab kökdür. Qrammatik şəkilçi qoşuram, olur kitablar. Qrammatik şəkilçi qoşdum, oldu kitablar. Gördünüz, sadəcə bir kitabdan, məsələn, kitablar olanda 5-6 kitab nəzərdə tutuldu. Deməli, bir kitabdan 5-6 kitaba dəyişdi. Forması dəyişdi. Sadəcə forması dəyişdi. Leksik şəkilçi söz yaradır. Yeni sözlər yaradır. Məsələn, qapı, qapıçı, gül, gülçü. Yeni leksik şəkilçi yeni söz yaradır. Amma isə qrammatik şəkilçi sözün formasını dəyişir. Məsələn, bir var, deyirik ki, qapı kökdür. Qapıdır. Yəni, bu qapıdır, o mənada. Bu qapıdır. Yəni, eynidə, elə ikisi də qapı mənasındadır. Gördünüz, sadəcə forma dəyişdi. Şəkilçi əlavə elədik, bir forma əlavə elədik. Burada heç bir şey dəyişmədi. Leksik şəkilçi sözün tərkib hissəsini dəyişir. Qrammatik şəkilçi sözü formaya salır.